Dostlar, gəlin bugün sizə bu arada əl işimdir. Əl işimdir dostlar. Gəlin kartların məsləhəti. Sizə kartlar nə məsləhət verir baxalım, görəyin. Ola bilər harada səhv edirsiniz. Nə məsləhət verir kartlar sizə? 3 variant qoyacağım. Tutun, özünüzü düşünün, təkcə özünüzü düşünün. Birinci kart, siz necə bir insansınız? Hələ baxaq görək. Belə açıq gəldi, belə qalsın. Necə bir insansınız? Çevirəm, onu görməyim. Problem. Məsləhət. 1, 2, 3. 1, 2, daha 3. Mən birinci variantdan başlayıram. Kartların məsləhəti. Çox saf insansınız. Bax, görürsünüz. Uşaq gibi. Saf. Təmiz. Nə deyim mən sizə? Mələksiniz bir dənə. Səhvləriniz nədir? Səhvləriniz sirrinizi ona buna demək. O bütün əhatəyə inanmaq, güvənmək, birləşmək. Bax, səhvləriniz budur. Məsləhət nədir? Lazımsız görürsünüz. Bitirirsiniz. Lazımsız adamlarla münasibəti bitirirsiniz. Bitirməlisiniz. Mütləq. Yeni həyat dəyişməlisiniz siz. Siz dəyişməlisiniz. Siz dəyişməsəniz yox. Problemləriniz var sizin. Əhatəniz ucaz. Bitirirsiniz keçmişlə, yeni həyata başlamalısınız. Yeni özünüz olmalısınız. Özünüzlə əlaqəli xarakterinizi dəyişməlisiniz, əhatənizi dəyişməlisiniz və yeni, keçmiş bitməlidir, yeni həyata başlamalısınız. Birinci variant. İkinci variant, kartların məsləhəti. Siz, bax, ikinci variant. Şeyə girirsiniz, nədir onun adı? Nə deyirlər ona? Korоче, tupikə girirsiniz. Bax, özünüzü çətin bir problemin içine atırsınız. Səhv eləmək üzrəsiz. Bax, səhv eləmək üzrəsiz. Uçurumun başındasınız. Düşdəsiz, diqqətli olun. Ekonomiya eləmirsiniz. Bədxərc. Probleminiz bədxərclikdir, ekonomiya eləməməkdir. Sağa, sola, hara gəldi pul xərcləyirsiniz. Bir çoxunuzda budur vəziyyət. Məsləhət nə verir kartlar? Sağlamlığınıza fikir verin. Bu bir. Artıq pulları artıq yerə xərcləməyin. Lişni yerə pullar xərcləyirsiniz, lişni yemək yeyirsiniz. Hər tərəfli bəziləriniz artıq yeyirsiniz, bəziləriniz artıq xərcləyirsiniz, lazım olana da, olmayana da. Yəni sizə məsləhət də balansı saxlayın. İkinci variant. 3. Təkcə yeməkdən getmir burada söhbət. Ola bilər münasibət, ola bilər hisslər, ola bilər. Nədəsə artıqlığınız var, başa düşdünüzmü? Balansda saxlayın özünüzü. Üçüncü variant. Sizdə necədir vəziyyət? Sizdə yəqin həddindən artıq, belə deyim də, bax, kaldavstvo çıxdı, cadı kartı çıxdı. Nə siz özünüz cadulusunuz? Özünüz sizə cadular eləyiblər. Nə də ki, siz özünüz bu mövzulara ilişib qalmışsınız. İşləyirsiniz, yəni, bax, özünüz bilirsiniz. Problem nədir? Quruqun içində qalmışsınız, təkrar elə bir şey. Bir səhvləri təkrar elə durursunuz. Şaşırırsınız. O quruqdan çıxmalısınız. Bax, məsələn, bir insanla sevdim, bir-birimizi sevdik, ayrıldıq, məsələn deyirəm. Yeri yeni həyatınızda sifətdə, görünüşü ayrı, amma həmən tipdə adamları çəkirsiniz. Və yaxud da bir hadisə oldu mu, həmən hadisə yenə təkrar oldu. Çünki həmən səhvləri yeni eləyirsiniz. Özünüz dəyişməlisiniz ki, həyatınız dəyişsin. Bir şeyin içində durursunuz, çıxın, nədənsə çıxmalısınız, nədənsə çıxmağınız məsləhətdir burada.
Bax, belə bir şey deyim dostlar. Əgər hardasa nədəsə haqsızsınızsa, sizdə ola bilərsinizsə bu. Onu boynunuza alırsınız və nəsə eləyəndə ölçüb biçin dostlar. Bax, təkcə məsələn, ili hisslərlə, ili ağılla yox, bərabər tarazlıqda qoyursunuz, hissləri də, ağılı da. Elə qərarlar verin. Düzgün qərarlar verin. Haqsızlıq eləməyin. Nə özünüzə qarşı haqsızlıq eləməyin, nə də başqasına qarşı haqsızlıq eləməyin deyir kartlar sizə. İşte dostlar. İndi nə lazım siz özünüzə götürdünüz, oradan başa düşdünüz. Bax belə. Dostlar, məsləhəti buydu kartların sizə. İndi kimə nə oradan lazımdır, özünə aidini götürdü. Bu qədər dostlar. Çalışıb yenə açılır edəcəm. İzləyin kanalımı, abunə olun, klass verin. Çox sağ olun.